Salam əziz şagirdlər, sualın izahına baxaq. Məhlulda olan duzun miqdarını 10% artırıb suyun miqdarını 30% azaltdıqda məhlulun ümumi miqdarı dəyişmir. Əvvəlcə məhlulun duzluğu neçə faiz idi? Əvvəlcə məhlulda x litr su, y litr duz var. Duzun miqdarını 10% artırıram. Y idi 10% artırsam olacaq 1,1 y. Suyun miqdarını isə 30% azaltıram. X idi 30% azaltsam olacaq 0,7 x. Yeni məhlulun ümumi miqdarı dəyişmirsə, yəni əvvəlcə məhlulun miqdarı x y idi. Daha sonra duzu artırıb suyu azaltandan sonra məhlulun ümumi miqdarı olacaq 0,7 x +1,1 y. Ümumi miqdarı dəyişmirsə bu ifadələr bir-birinə bərabərdir. X-ları bir yerə yığaq. X çıxılsın 0,7 x bərabərdir 1,1 y çıxılsın y. X-dan 0,7 x çıxsam 0,3 x bərabərdir 1,1-dən 1 y çıxsam qalacaq 0,1 y. Hər tərəfi 10-a vursam 3x bərabərdir 1 y olar, yəni y. Y bərabərdir 3x-dir. Əvvəlcə məhlulun duzluğunu tapaq. Məxrəcdə bütöv məhlulu yazıram x-la y-in, yəni su ilə duzun qarışığı. Surətdə isə təkcə duzu yazıram, y vurulsun 100%. Bütöv məhlul məxrəcdə, surətdə isə maddəni yazırıq. Bərabərdir x üstəgəl y. X üstəgəl y 3x-ə bərabərdir. Surətdə də x-in y-in yerini yazıram 3x vurulsun 100%. X-la 3x-in cəmi məxrəcdə 4x, surətdə isə 3x vurulsun 100. X-lar ixtisar gedər. 100-lə 4-ü də 4x-lar aparsaq, burada qalar 25. 3-ü də 25-ə vursam olacaq 75%. Əvvəlcə məhlulun duzluğu 75% imiş.